Olimpiya stadionunda fəaliyyət göstəriblər. VUF 13-ün keçirildiyi məkanda olublar, pavilyonlarla tanış olublar, qonaqlarla tanış olublar. VUF 13-də baş verən hansı hadisə varsa çəkiblər, hazırlayıblar. İndi onlardan birini təqdim eləyəcək. Belə ki, Ümumdünya Şəhər Salma Forumu dünya şəhərlərinin gələcəyinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir. Belə ki, minlərlə iştirakçını bir araya gətirən forumda dayanıqlı şəhər salma, müasir infrastruktur, iqlim dəyişiklikləri və urban inkişaf məsələləri əsas müzakirə mövzularındandır. Azərbaycanın belə mötəbər tədbirə ev sahibliyi etməsi isə ölkəmizin beynəlxalq nüfuzunun və qlobal təşəbbüslərdə fəal iştirakının göstəricisi hesab olunur. Daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu'nun hazırladığı sujetdə. Ölkəmizin ev sahibliyi etdiyi Ümumdünya Şəhər Salma Forumu bugündən öz işinə başladı. 6 gün davam edəcək beynəlxalq forumda 181 ölkədən 50 mindən çox iştirakçının qatılacağı gözlənilir. Forum ilk olaraq Nazirlər İclasının açılış sessiyası ilə baş tutdu. Daha sonra ölkələri təmsil edən nazirlərin, rəsmilərin hesabatları dinlənildi. Anar Quliyev bildirdi ki, Azərbaycan ev sahibliyi etdiyi bu forumda Birləşmiş Millətlər Təşkilatı üz ölkə olaraq bütün qlobal danışıqlara öz tövhəsini verməklə yanaşı, müəyyən müxtəlif təşəbbüslərlə çıxış edəcək və Azərbaycanda həyata keçirilən şəhərsalma dayanıqlığı və ənənələri qonaqlara təqdim etmək imkanı əldə edəcək. Bugünkü gün əsasən Nazirlər iclasına həsr olunub. Yeri gəlmişkən ilk dəfədir ki, Bakıda Nazirlərin iclası üçün bir bütöv gün ayrılıb. Əslində bu yeni 6-cı gündür, adətən 5 gün keçirilirdi. Bugün assambleyaların həmçinin iclasları başlayır və növbəti günlər ərzində müxtəlif formatlı tədbirlər olacaq. Bizdə bir çox yeniliklər var, yeni təşəbbüslər var və növbəti günlər ərzində yəqin ki, tanış ola biləcək. Hesabat nitqi ilə çıxış edən Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rosbach bildirdi ki, mənzil siyasəti qadınların ehtiyacları nəzərə alınaraq hazırlanması son dərəcə vacibdir. Buna görə qadınlar şəhərlərin dizaynında iştirak etməli və təhlükəsiz yaşayış təminatı əldə etməlidirlər. Forumun əsas məqsədi mənzil sahəsində mövcud problemlərin həlli üçün müxtəlif səviyyələrdə siyasət və praktiki mexanizmlərin hazırlanmasına töhfə verməkdir. Dünyanın bütün ölkələrində insanlar qeyri-formal yaşayış məntəqələrində yaşayır, ev almağa və ya kirayə götürməyə maddi imkan tapmır, bəziləri isə küçələrdə yaşayır. Ümumdünya Şəhər Salma Forumu 13 çərçivəsində bu problemlərin həlli istiqamətində konkret yanaşmaların formalaşdırılması gözlənilir. Bizə özəl sektor, vətəndaş cəmiyyəti, yerli hakimiyyət orqanları və güclü milli siyasətlər lazımdır. Bu böhranın aradan qaldırılması üçün geniş əməkdaşlıq vacibdir. Məlumat üçün bildirək ki, Ümumdünya Şəhər Salma Forumunun keçirilməsində əsas məqsəd dayanıqlı şəhərlərin qurulması, urbanizasiya problemlərinin müzakirəsi və ölkələrin şəhərsalma sahəsində təcrübə mübadiləsinin aparılmasıdır. Rəşad Vəkiloğlu, İlkənə Vaqif qızı, Hafiz Əliyev, Space Xəbər.
İstərdim ki, bizim əməkdaşlarımızın fəaliyyəti ilə də biraz sizi yaxından tanış eləyək Fidan xanım. Bizim əməkdaşlarımız Bakı Olimpiya Stadionunda fəaliyyətdədirlər. VUF 13-də baş verən müzakirələri, tədbirləri hazırlayıb tamaşaçılarımıza və qonaqlarımıza daha yaxından tanış olmaları üçün təqdim eləyirlər. İstərdim həmin o sujetlərdən birini təqdim eləyək. Artıq forumun ikinci günü də geridə qaldı deyə bilərik. Əməkdaşımız Rəşad Vəkiloğlu VUF 13-ün keçirildiyi Olimpiya Stadionunda bir sıra məqamlara xüsusi diqqət çəkib. Bakı Olimpiya Stadionunda VUF 13 ilə bağlı nələr baş verir? Hamısı əməkdaşımız Rəşad Vəkiloğlu'nun sujetində bərabər izləyək. Dünyanın gözü yenidən Azərbaycanda və Ümumdünya Şəhərsalma Forumunun keçirildiyi məkandadır. Çünki on minlərlə iştirakçının qatıldığı bu mötəbər tədbirdə bir həftə ərzində dayanıqlı şəhərsalma, müasir infrastruktur, iqlim dəyişiklikləri və şəhərlərin inkişafı məsələləri əsas müzakirə mövzuları olacaq. VUF 13-ün ikinci günündəyik. Məhz Ümumdünya Şəhərsalma Forumunun keçirildiyi ərazinin bura isə B zonasıdır. Məhz gündəlik olaraq bütün proseslər bu zonadan idarə olunur. Tədbirlər, konferanslar, müxtəlif tədbirlər və medianın cəmləşdiyi elə ərazidə bu zonada yerləşir. Fələstindən olan Luay Alatraş və Hindistanı VUF 13-də təmsil edən Puneet Tripathi Azərbaycana ilk dəfə gəldiklərini deyirlər. Lakin VUF 13 çərçivəsində gördükləri təşkilatçılığın və forumun miqyasının olduqca möhtəşəm olduğunu bildirirlər. Xüsusilə Bakı şəhərin qədimliklə müasirliyinin vəhdəti qonaqlarda böyük heyranlıq yaradıb. Ümumdünya Şəhərsalma Forumu üçün Bakıya gəlmişəm. Bakı həqiqətən çox gözəl şəhərdir. İnsanlar çox mehriban və qonaqpərvərdir. Burada olmaqdan böyük məmnunluq duyuram. Ümid edirəm ki, forum çərçivəsində aparılan müzakirələr şəhərlərin inkişafı və insanların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində faydalı nəticələr verəcək. Mən ilk dəfədir ki, Azərbaycana gəlmişəm. Eyni zamanda Ümumdünya Şəhərsalma Forumunda da ilk iştirakımı edirəm. Burada olmaq mənim üçün çox maraqlı və dəyərli təcrübədir. Forum müxtəlif ölkələrdən olan insanlarla tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni əlaqələr qurmaq üçün yaxşı imkandır. Azərbaycan haqqında təəssüratlarım çox müsbətdir. İnsanlar mehriban və qonaqpərvərdirlər. Bakı isə çox gözəl və müasir şəhərdir. VUF 13 iştirakçıları forumun keçirildiyi əsas məkana daxil olmaq üçün ilk olaraq bu otaqdan keçirlər. Təhlükəsizlik tədbirlərinə uyğun olaraq burada qeydiyyat və yoxlama prosesi həyata keçirilir. Məhz təhlükəsizlik səbəbindən isə bu ərazidə çəkiliş aparılmasına icazə verilmir. Bura VUF 13 çərçivəsində fəaliyyət göstərən qeydiyyat mərkəzidir. Məhz forum iştirakçıları tədbirin keçəcəyi əraziyə daxil olmamışdan öncə burada təhlükəsiz yoxlanışından keçirilər və digər prosedurlar həyata keçirilir. Bütün proseslərin forumun təhlükəsiz və nizamlı təşkili üçün məhz bu mərkəzdən idarə olunur. Forumda iştirakçılara təkcə müasir şəhərsalma yanaşmaları təqdim olunmur. Eyni zamanda forumun keçirildiyi zonalarda Azərbaycanın milli adət-ənənələri, zəngin tarixi və mədəni irsi də nümayiş etdirilir. Forum iştirakçılarının diqqətini çəkən məkanlardan biri də Urban Expo'dur. Ümumi sərgi sahəsi təxminən 35 min kvadrat metrdir. Bunun təxminən yarısı ekspozisiya sahəsidir. Ümumilikdə 85 ölkədən 260 iştirakçı təşkilat, 122 stend və pavilyonda təmsil olunur. Urban Expo'da 1500 kvadrat metrlik sahədə qurulan Azərbaycan pavilyonu irsimizi, şəhər inkişaf yolumuzu, turizm potensialımızı və Qarabağla Şərqi Zəngəzurda həyata keçirilən geniş miqyaslı yenidən qurma layihələrinin nümayiş olunur. Bura Urban Expo mərkəzidir, hansı ki, forum günlərində burada iştirak edən ölkələrin öz pavilyonları nümayiş olunacaq. Hansı ki, burada təkcə ölkələr keçdiyi inkişaf yolundan deyil, eyni zamanda öz milli adət ənənələrini də nümayiş etdirəcəklər.
Beləliklə, VUF 13 çərçivəsində Bakı bu gün təkcə beynəlxalq dialoq platformasına deyil, həm də Azərbaycanın müasir inkişafını, zəngin mədəniyyətini və şəhərsalma baxışını dünyaya təqdim edən mühüm mərkəzə çevrilib. Forum isə qarşıdakı günlərdə də müxtəlif panel və müzakirələrlə davam edəcək. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Rövşən Əliyev, Space xəbər. Və elə biz Gəncədən danışdıq, Bakıdan danışdıq, Şuşadan danışmasaq olmazdı. Şuşa işğaldan azad olunduqdan sonra təkcə şəhərdə onlarla infrastruktur layihələri həyata keçirilib. Hazırda isə şəhərlə yanaşı Şuşa rayonunun bir neçə kəndində də yaşayışın təmin edilməsi istiqamətində böyük işlər görülür. Bəs yaxın gələcəkdə Şuşanın hansı kəndinə köç gözlənilir? Daha ətraflı reportajımızda Rəşad Vəkiloğlu bu haqda məlumat verəcək. Şuşa rayonunda böyük qaydışın birinci mərhələsi başa çatmaq üzrədir. İkinci mərhələdə isə Şuşa şəhərində ümumilikdə 43 binadan ibarət 900-ə yaxın mənzili əhatə edəcək 3 yaşayış kompleksinin inşası həyata keçiriləcək. Kompleksdə tikinti işlərinin birinci mərhələsi 2027-ci ildə başa çatdırılacaq. Bizim gözləntimiz odur ki, həmən bu yaşayış komplekslərinə 3000-dən çox insan köçəcəkdir. Bundan başqa olaraq biz uşaq bağçasının inşasına da başlayacaq bu yaxınlarda. Şuşa şəhərində bildiyiniz kimi məktəbimiz var. Artıq infrastrukturada ehtiyac duyulur. Şuşada gələn il çox mühüm tədris ocaqları da əlavə olaraq hazır olacaqdır və fəaliyyətə başlayacaqdır. Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimovun sözlərinə görə Şuşa məscidinin tikintisi də sürətlə davam etdirilir. Xüsusi nümayəndə Şuşada dəmir yolu xəttinin çəkilib-çəkilməyəcəyinə də aydınlıq gətirib. Nəzərə alaraq ki, Xankəndi ilə Şuşa arasında olan həm məsafə də indi qısalmaqdadır. Bilirsiniz ki, yol yenidən qurulur və bir neçə kilometr hətta qısalacaq. Yəni ümumilikdə indi biz bugün Şuşanın mərkəzinə, Xankəndin mərkəzinə 10-15 dəqiqə gedib çatırıqsa, gələcəkdə bu daha da qısa vaxt edəcək və düşünürəm ki, yaxın gələcəkdə perspektivdə əlavə dəmir yolu stansiyasına ehtiyac yoxdur. Və belə bir şey nəzərdə tutulub. Xankəndi stansiyası həm şəhərdən biraz qıraqda olacaq, demək olar ki, Şuşaya da yaxın olacaq. Hazırda Şuşa rayonunun Böyükqala dərəsi və Kiçikqala dərəsi kəndlərində icra olunan infrastruktur layihələr başa çatmaq üzrədir. Yaxın gələcəkdə həmin kəndlərə də köç baş tutacaq. Daha sonra Şuşanın Tursu qəsəbəsi var, bilirsiniz. Artıq onun tam yeni layihəsi, çünki o kənd sıfırdan tikiləcəkdir və o işlərə də bu il başlanacaqdır və ümidimiz odur ki, gələn il
o qəsəbəyə və də köç olacaqdır. Şuşada eyni zamanda bildiyiniz kimi Şuşanın düz yaxınlığında Daşaltı kəndi var. O kənd tam olaraq yeni turizm infrastrukturu ilə bir turizm kəndi, cəlb edici bir kənd kimi artıq fəaliyyəti olacaqdır. Onun inşasına bu yay başlayacaqdır. Bu özəl investisiyalar, özəl sahibkar tərəfindən aparılacaqdır. Aydın Kərimov Şuşaya xarici investorların cəlb olunması istiqamətində də işlərin başlandığını deyib. Şuşa şəhərində aparılan investisiya, yəni hazırlanan investisiya layihələrinə biz sözsüz ki, xarici investorları görmək istərdik. Bu iş mən qeyd eləmişdim ki, biz turizm layihələrinin, infrastrukturunun, otellərin yaradılması üçün xarici məsləhətçilərlə hal-hazırda çox geniş iş aparılır. Qeyd edək ki, hazırda Şuşada 1400 ailə yaşayır və bu il şəhərə köç gözlənilmir. Rəşad Vəkiloğlu, Əfqan Bayramov, Space xəbər. Forumun 4-cü günündə keçirilən panel və dialoqlarda əsas diqqət iqlim dəyişikliklərinin şəhərlərə və yaşayış məkanlarına təsiri üzərində cəmlənib. İqlim mənzil əlaqəsi, bərabərsizliyi və yerdəyişməni dərinləşdirilmədən iqlimə davamlı mənzilləri necə genişləndirə bilərik? Mövzusunda təşkil olunan müzakirələrdə müxtəlif ölkələrdən olan ekspertlər, şəhərsalma üzrə mütəxəssislər və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Bu dialoqun əsas müzakirə mövzusu iqlim dəyişikliyi nəticəsində artan risklər, artıq planlaşdırma və mənzil siyasətinə birbaşa təsir göstərməsindən bəhs edir. Xüsusilə təbii fəlakətlər, daşqınlar, iqlim quraqlığı və istilik dalğaları şəhərlərdə dayanıqlı həyatın təmin edilməsini zəruri edir. Birləşmiş Millətlər Təşkilatının baş katibinin köməkçisi və BMT-nin Ətraf Mühit Proqramının icraçı direktorunun müavini Elizabeth Maruma Mrema dünyada 2,8 milyard insanın adekvat mənzil şəraiti olmayan ərazilərdə yaşadığını dedi. Onun sözlərinə görə mənzil bazarında mövcud boşluqların aradan qaldırılması üçün geniş araşdırmalar aparılmalı, mövcud problemlər düzgün qiymətləndirilməlidir. Bizim tikinti işimizin mahiyyəti ondan ibarətdir ki, biz baxmalıyıq ki, bazarda hansı uğursuzluqlar var və özümüzə sual verməliyik. Bütün bunları aradan qaldırmaq üçün nələr etməliyik? Şirkətlər ən aşağı qiymətə evlər tikirlər, lakin bunun uzun müddətli nəticələri nəzərə alınmır. Nəticədə həmin yaşayış məkanlarında yaşayan və çalışan insanlar müxtəlif çətinliklərlə üzləşirlər. Elizabeth Maruma Mrema qeyd edib ki, əsas problemlərdən biri maliyyə məsələsidir. Onun sözlərinə görə tikintidə bəzən dayanıqlı olmayan materiallardan istifadə edilir. Keyfiyyətli və uzun ömürlü tikinti ləvazimatlarına üstünlük verilmir. Tikinti şirkətləri iqlim amillərini nəzərə almırlar gördükləri işdə. Çünki onlar daha çox mənfəət güdürlər. Bunun nəticəsində insanlar əziyyət çəkir, bəzən enerji səmərəliliyinə edilən sərmayələr gözdən qaçır. Tikinti məsələsi əlçatanlıq məsələsidir. Müzakirələr zamanı vurğulanıb ki, iqlimə davamlı mənzillərin inşası yalnız ekoloji yanaşma deyil, eyni zamanda sosial məsuliyyət məsələsidir. Çünki həyata keçirilən layihələr insanların yaşayış şəraitini yaxşılaşdırmaqla yanaşı, sosial bərabərliyin qorunmasına da xidmət etməlidir. Qeyd etməliyəm ki, bu kriteriyalardan biri mənzil adekvatlığıdır. Siz qeyd etdiniz ki, iqlim şəraiti əlverişli olmalıdır, enerji səmərəli olmalıdır və dayanıqlı olmalıdır. Biz araşdırmamızda nəyi tapdıq? Bütün məlum tərəflər meyarlardan razıdırlar. Lakin burada əlverişli ilə digər kriteriyalar arasında təzadlar yaranır. Biz bununla bağlı tikinti materialları düşünməliyik, binalarda tikilən materialları.
Birləşmiş Millətlər Təşkilatının məskunlaşma proqramının icraçı direktoru Ana Claudia Rosbach isə bildirdi ki, aşqınlar normadan artıq istilik, torpaq sürüşmələri və digər təbii hadisələr xüsusilə infrastrukturdan və əsas xidmətlərdən kənarda yaşayan insanlar üçün ciddi təhlükə yaradır. Qeyri-formal yaşayış məntəqələrində yaşayan icmalar su, elektrik və digər əsas xidmətlərə çıxış imkanlarının məhdud olması səbəbindən iqlim dəyişikliklərinin təsirlərini daha ağır şəkildə hiss edirlər. Bəzi hallarda insanlar hər gün evlərini və ailələrini itirmək qorxusu ilə yaşayırlar. Təhsil, səhiyyə və sosial təminat kimi fundamental xidmətlərə çıxışın zəifləməsi isə vəziyyəti daha da çətinləşdirir. Qeyri-formal yaşayış məntəqələri ilə bağlı problemlər artıq qlobal gündəliyin əsas məsələlərindən birinə çevrilib və bu istiqamətdə növbəti 10 illik üçün daha sistemli fəaliyyət planına ehtiyac var. İştirakçılar hesab edir ki, gələcəyin şəhərlərində enerji səmərəliliyi, yaşıl texnologiyalar və əlçatan yaşayış prinsipləri əsas prioritetlərdən biri olacaq. Bunun üçün dövlət, beynəlxalq təşkilatlar və özəl sektorlar arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini diqqətə çatdırılıb. Qeyd edək ki, forum çərçivəsində qarşıdakı günlərdə də şəhərsalma, iqlim çağırışları və davamlı inkişafla bağlı müxtəlif panel və müzakirələrin keçirilməsi nəzərdə tutulur. Rəşad Vəkiloğlu, İlkənə Vayqiv qızı, Çingiz Abdullayev, Space xəbər. Artıq 4 gündür ölkəmizin ev sahibliyi etdiyi WUF 13-də könüllülər də fəal iştirak edirlər. Günlərdir ki, forumun keçirildiyi məkanda 3000 könüllü çalışır. Onlar 50 minə yaxın qonağa kömək etmək üçün buradadılar. Onların hər kəsə gülümsəmələri isə foruma başqa bir özəllik qatır. Əməkdaşımız Rəşad Vəkiloğlu könüllü ordusundan reportaj hazırlayıb. Tədbirə qatılan hər kəs könüllülərin köməyindən istifadə edir. Onlar təkcə forumun keçdiyi məkanda deyil, eyni zamanda hava limanında qarşılanması, otellərə yerləşdirilməsi proseslərində könüllü fəaliyyəti ilə məşğul olurlar. Gün ərzində 10 minlərlə insana istiqamət verib kömək edirlər. Elə fəaliyyətləri də bu sayədə qurulub. İçərilərində həm xarici, həm də yerli könüllülər var. Əsasən isə universitet tələbələrindən formalaşıblar. Mən Gəncə şəhərində yaşayıram. Orada işləyirəm. Mənim üçün çox maraqlı idi və onun üçün də mən müraciət etdim və məni sağ olsunlar qəbul etdilər. İşimiz media nümayəndələrinin fəaliyyətini dəstəkləməkdir. Könüllülər Ümumdünya Şəhərsalma Forumu 13-ün keçirildiyi Olimpiya mərkəzində bütün zonalar üzrə bölünüblər. 2500 könüllüdən biriyəm. Mən Team Media Operations komandasındanam və media işçilərinin köməyinə ilk biz çatırıq. Belə təşkilatçılığa da bu imkan üçün çox təşəkkür edirəm. Mən Hindistanlıyam, Bakıda təhsil alıram. Bir çox fərqli təşkilatlarda könüllü olaraq çalışmışam. Bugün isə WUF-da könüllüyəm. Fəaliyyətim burada akreditasiyaların skan edilməsidir. Çalışıram ki, insanları düzgün yönləndirim.
16 min gənc könüllü olmaq üçün müraciət etsə də, onlardan yalnız 2500 nəfəri forum könüllüsü olmaq şansı qazana bilib. Ümumdünya şəhərsalma forum könüllüləri tədbirdən əvvəl xüsusi təlimlərdə də iştirak ediblər. Bu fəaliyyət istiqamətləri müxtəlifdir. Nəqliyyatdır, protokoldur, qonaqlamadır, şəhər əməliyyatlarıdır, hava limanı əməliyyatlarıdır. BMT-nin məskunlaşma proqramı üzrə olan əməliyyatlara dəstək könüllüləridir, səhiyyədir, informasiya texnologiyaları üzrədir. Fərqli sahələrdə hal-hazırda könüllülərimiz dəstək göstərirlər. Forumda ilkin yardım göstərmək üçün zonalarda dispetçer xidməti də fəaliyyət göstərir. Bura isə tibbi təhsilli tələbələr və digər tibb işçiləri daxildir. Onlar ərazilər üzrə bölünür. Məsələn, mən hazırda forumun Expo Center ərazisindəyəm. Hansı ki, bu tibb könüllülər bu ərazidə xidmət göstərirlər. İlkin tibbi yardım üçün onlar bütün tibbi ləvazimatlarla da təmin edilirlər. Əgər hər hansı bir iştirakçının səhhətində kiçik bir problem yaranarsa, bu tibbi könüllülər köməyə çatırlar. Yox, əgər iştirakçının səhhətindəki problem böyükdürsə, o anda məntəqələrdəki həkimlərə yönləndirilir həmən iştirakçılar. Hal-hazırda biz Expo ərazisində fəaliyyət göstərən ilkin yardım könüllüləriyik və buradakı məqsədimiz baş verən hər hansı tibbi situasiyada vaxtında həkim və ambulans xidmətimizə məlumatın ötürülməsidir. Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forum 13-də fəaliyyət göstərən könüllülərdən 100-ə yaxın xarici ölkə vətəndaşlarıdır. Rəşad Vəkiloğlu, İlkanə Vaqif qızı, Nahidə Məmmədova, Space xəbər. Şəhər nəqliyyatının inkişafı, mikromobillik hazırda paytaxtda baş plana uyğun olaraq icra olunur. Bundan başqa baş plana əsasən nəqliyyat layihələri ölkənin bütün şəhərləri üzrə baş planlar üzərində işlənilir. Daha ətraflı sujetimizdə bu mövzu haqqında məlumat alacağıq. Şəhər nəqliyyatının tənzimlənməsi üçün ilk növbədə baş planın müasir şəhərsalma standartlarına uyğun olması vacibdir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Riyad Qasımovun sözlərinə görə 2023-cü ildə qəbul olunan Bakının baş planı tam olaraq bütün müasir standartlara uyğundur. Son 3 il ərzində qəbul olunan dövlət proqramları, xüsusilə də nəqliyyat sahəsini tənzimləyən layihələrin hamısı baş plana uyğun həyata keçirilib. Biz başa düşməliyik ki, nəqliyyat burada sırf olaraq şəhərlə birlikdə balanslı şəkildə inkişaf etməlidir. Baş planın ilk və ən əsas prioritetlərdən biri polisentrik şəhərin yaradılmasıdır. Yəni tək olaraq şəhər, tarixi şəhər mərkəzi yox, digər ətrafda olan rayonların da paralel şəkildə balanslı inkişafıdır. Riyad Qasımov bildirdi ki, baş planda nəzərdə tutulan klassik və yaşıl nəqliyyat sistemi şəhər nəqliyyatının inkişaf konsepsiyasının əsas istiqamətlərindən biridir. Çünki bu yanaşma şəhərdə ekoloji tarazlığın qorunması, nəqliyyat axınının düzgün təşkili və sakinlərin daha rahat hərəkət imkanlarının təmin edilməsinə hesablanıb. Həm klassik nəqliyyatın, həm yaşıl nəqliyyatın ekolojik aspektlərin həll edilməsi məqsədi ilə inkişafı olduqca önəmlidir. Və təbiidir ki, polisentrik bu yanaşmanı biz nəzərə alsaq, bu gündəlik miqrasiyanın aradan qaldırılması da daha asan məsələyə çevriləcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən artıq 68 şəhərin baş planı hazırlanıb. Hazırda isə ölkə üzrə 11 şəhərin baş planının ya yenilənməsi, ya da yenidən qəbulu nəzərdən keçirilir. Demək olar ki, tam olaraq deməli ölkənin deməli ərazisində bütün şəhərlərin yeni müasir baş planları artıq mövcud olacaq. Paytaxtda mikrobirliyin inkişafı üçün də baş plana uyğun olaraq mövcud layihələrin icrası hazırda uğurla davam etdirilir. Bu daimi prosesdə bu davam edəcək. Artıq biz son 2-3 ildə biz bunu əyani olaraq görürük. Şəhər ərazisində mikromobillik çox yüksək səviyyədə təşkil olunur. Hələ ki şəhərin bütün ərazilərində yəni bu həll olunmayıb, amma məqsədimiz odur ki, şəhərimiz ilk növbədə onun sakinləri üçün rahat olsun. Məlumat üçün bildirək ki, paytaxtda 2040-cı ilə kimi yaşıl zonalar mikrobirlik şəhərin bütün ərazilərini əhatə eləyəcək. Rəşad Vəkiloğlu, Hafiz Əliyev, Günəş Rızayeva, Space Xəbər.
Artıq forumun 5-ci günü geridə qalıb. Günlərdəki ölkəmizə gələn xarici və yerli media əməkdaşları forumla bağlı məlumatları operativ olaraq dünya ictimaiyyətinə çatdırırlar. Əməkdaşımız Rəşad Vəkiloğlu da forum işıqlandıran həmkarlarımızın fəaliyyətinə diqqət çəkib, işıq salıb. Rejissor, müxbir, aparıcı və sadaladığım onlarla mediaya bağlı peşə sahibi. Onlar 182 ölkəni təmsil eləyir. Hər birinin işi günlərdir Bakıda davam eləyən, daha doğrusu forumdan geriyə qalanları operativ və daha geniş olaraq auditoriyaya çatdırmaqdır. Bakı Olimpiya stadionunda həm xarici, həm də yerli media əməkdaşları bu mərkəzdə birlikdə çalışırlar, media mərkəzdə. Yazıların, materialların və məlumatların ötürülməsi üçün bu otaqda, stand-upların və isə müsahibələrin götürülməsi üçün isə digər xüsusi otaqlarda jurnalistlər fəaliyyət göstərir. Artıq 5 gündür ki, dünyanın gözü Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasından keçirildiyi Azərbaycandadır. Minlərlə qonağı qarşılayan Olimpiya stadionunda gün ərzində baş tutan yüzlərlə tədbir, informasiyalar yerli media tərəfindən Azərbaycan tamaşaçılarının diqqətinə çatdırılır. Bura həm onlayn, həm yazılı media, həm də televiziyalar daxildir. Ümumdünya Şəhərsalma Forumunu işıqlandırmaq üçün 1000-dən artıq media əməkdaşı akkreditasiyadan keçib. Gündəlik olaraq isə bu media mərkəzində yüzlərlə jurnalist çalışır. Həm yerli, həm də xarici ictimaiyyətə məlumatları operativ formada çatdırılması üçün isə bu media mərkəzdə hər cür imkan və şərait var. Tədbirlərin ilk günlərində medianın gündəlik müzakirə mövzusu Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edən dünya liderləri oldu. Eyni anda gündəlik təşkil olunan panel müzakirələr, dialoqlar və liderlərin qarşılıqlı görüşləri operativ işıqlandırılır və televiziyalara ötürülür. Əvvəl onu deyim ki, çox sürətli və operativ olmaq şərtdir. Çünki eyni anda bildiyiniz kimi təqribi 30-a yaxın deyim ki, burada müxtəlif zallar, panel müzakirə otaqları var və hər birində eyni anda müzakirələrin aparıldığı üçün biz mütləq bir şəkildə bütün o proseslərdə məlumatımız olmalıdır və olmaqla yanaşı da mümkün olduğu qədər bizim üçün maraqlı, daha Azərbaycanın, deyək ki, Azərbaycanla bağlı müzakirələrin olduğu panel və sessiyalara daha çox yönəlib, oradan operativ məlumatları götürüb, çəkişləri aparıb və bunu mərkəzə ötürmək əlbəttə çox şərəfli işdir, amma çox da, necə deyim, insanı hərəkətli, operativ olmağa məcbur edən bir işdir. COP29-dan sonra artıq Bakıda ikinci belə mötəbər tədbirdir ki, biz iştirak edirik və buradakı məlumatları həm yerli ictimaiyyətə, həm də ki, dünya ictimaiyyətinə təqdim edirik və gördüyünüz kimi burada Media Hub'da yerli media ilə yanaşı xarici həmkarlarımız da var. Burada həm rəqabət var, həm həmrəylik var. Təbii ki, WUF 13 tədbiri əhəmiyyətli bir tədbirdir. Həm şəhər salma istiqamətində, eləcə də Azərbaycanın dünyaya tanıdılması baxımından xüsusi rolu var. Bu gün Ümumdünya Şəhərsalma Forumunun 5-ci günüdür. Bakı bu günlərdə urbanizasiya, şəhərsalma və dayanıqlı inkişaf mövzularının müzakirə mərkəzinə çevrilib. Biz də OXAZ olaraq ilk gündən operativ formada çalışırıq. Müxtəlif ölkələrdən gələn nazirlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələrindən müsahibələr alırıq. Digər media qurumları kimi Space televiziyası olaraq forumun keçirildiyi məkana 20-yə yaxın əməkdaş yazam olunub. Bütün xəbər buraxılışları, ictimai-siyasi verilişləri gün ərzində canlı bağlantılar edilir, müsahibələr və reportajlar verilir. Məlumat üçün bildirək ki, Ümumdünya Şəhərsalma Forumu mayın 17-sində başlayıb və 22-sində bağlanışı baş tutacaq. Rəşad Vəkiloğlu, Hafiz Əliyev, Günəş Rızayeva, Space xəbər.